Göz dizmək lazım dəyərli dostları, müştəriləri. Mən Norvegian Epic gəmisindəyik və bilin ki, Norvegian gəmilərinin hamısında nə var? Starbucks. Starbucks var və gəlib sifarişinizi verib, sevimli içəcəyinizi əldə edə bilirsiniz. Qiymətlər üçün təxminən nələrdən ibarətdir? Starbucks favoritlər var, Coffee House Classics var, Hola Freshly Brewed Coffee var. Deməli 3.85 və iced coffee var 4.95 məsələn, yəni nümunə üçün deyirəm. Cappuccino var 5.95 və s. Bilin ki, qiymətlər Norvegian gəmiləri, Norvegian Cruise Line-da dollarlandır. Baxmayaraq ki, adı sizə ola bilər biraz aldatsın. Norvegian Cruise Line Amerikan gəmisidir və dollarlandır. Və daxildə satın alacağınız içkilər və ya əlavə yeməklər və s. daxildə ödəyişinizsə əlavə vergi, 20% vergi verirsiniz. Onun üçün də əvvəlcədən içki paketini və yemək paketlərini almağınız tövsiyə olunur. Əlavə yeməklər, ana yeməklər onsuz da verilir. Əlavə restoranlarda olacaq yeməklər əvvəldən sifariş verməniz həm qiymətdə udursuz, həm də əlavə faiz ödənirsiniz. Bax belə.